Hamiləliyin 7-ci həftəsində döl artıq 7-10 millim arasındadır. Ürək döngüsü aydın görünür ultrasəs müayinəsində və bütün hamiləlik simptomları anada mövcud olur. Bunu qeyd edək ki, bulantı, baş dönməsi, halsızlıq bütün hamilələrdə olmur. 30-40% hamilələrdə olur. Bu halda da bunu normal hamiləlik əlamətləri kimi qəbul edirik. Bir istisna ilə əgər qusma sayımız 5-7 dəfədən çoxdursa, müalicə yazılır və dəstəkləyici vena daxili sistemlər və dərmanlar təyin olunur. Bu həftələrdə qoxulara həssaslıq, ürək bulantısı, qusma artır və adətən əgər bu şikayətlər varsa 12 həftəyə qədər davam edirlər. 12 həftədən sonra müalicəsiz öz başına yavaş-yavaş azalma müşahidə olunur.